bir vloga daha hoş gəlmişsiniz. Bu dəfə sizi Buenos Aires'ten salamlayıram. Ama bura gəlməyimiz biraz keşməkeşli oldu. Bilirsiniz, Manaus'tan gəldik. Manaus'tan Brazilya'ya, Brazilya'dan bura 50 gündən sual verdilər. Pasportlar yoxladılar, vizaları yoxladılar. Hətta mail yazmışdım. Mailimə qədər araşdırdılar ki, həqiqətən o mail mənim adımadır ya yox. Hər neysə, bir təhər gəldik, çıxdıq. İnsanlar amma mehribandır. Danışdıq, dedilər ki, çox təhlükəli bir yer deyil. Neysə, gedək özümüz görək ki, təhlükəlidir, yoxsa yox. Küçələrə baxın, nə qəşəng rəngli-rənglidir. Bu arada çox yorğunam, yatmamışam, gecə uçuşumuz var idi. Və bura daha sərindir, ona görə belə giymişəm. Düzdür, yenə istidir, amma Braziliya baxanda sərindir. İndisə gedirik biletlərimizi almağa. Məşhur Boca Juniors yəqin ki bilirsiniz. Həmin o stadiona gedirik. Deyirlər ki, bəzən futbol maçları olanda bura bağlı olur. Ona görə indidən gedirik biletlərimizi almağa. Sonra da tango show üçün gedib bir rezerv eləməliyik. Hamısını da paylaşacağım. Bu da Boca Juniors'un məhəlləsi. Hər şey mavi sarı. Və Adidas'ın qarşısında sıra gözlədik. Burada Boca Juniors'un forması, burada orijinal Argentina forması, orada Messi'nin forması. Bu da mən. Və burada niyəsə məni Braziliyalılara oxşadılar. Anlamadım mən də. Orijinal formalar aldım özümə. Biri Boca komandasının, bir də orijinal Argentina forması. Hər yerdə də belə Messi'li, Maradonalı kafeler. Gəlmişik alışverişə. O qədər qəşəng suvenirlər var ki, indi sizə göstərəcəm. Hem böyle ora hem biri hem Argentina yazdı. Bu da qəşəngdir. Yuxarıdakılar da qəşəngdir. Təbii ki bunu seçdim, bunu aldım. Bir dənə də mini bir maqnit aldım. Küçələrin rəngarəngliyi məni məndən alır. Və bura gələndən bu empanadaslara gözüm düşüb. Bizim biraz nəyə oxşuyur? Qutabı oxşuyur, corat qutabına. Amma içində fərqli şeylər var. Ət də var, donuz əti də var. Kartoşka yoxdur amma deyəsən. İndi yeyib dadına baxacağıq. Bu da sizə Buenos Aires küçələri. Çox sakit, təmiz, insan az və daha təhlükəsiz görünür gözümə hələ ki. Gəldik, çıxdıq buranın ən məşhur kilsəsinə. Aygün də deyir ki, gedək təmizlənək, kilsə suyu götürək. Bəlkə girərik, amma indi yox. Küçələri nəsə sevməyə başladım. İzmirdə Alsancaq tərəflər var. Oranı xatırlatdı mənə. İndi də gəlmişik Argentinanın məşhur yeməklərindən yeməyə. Aygün gedib formasına ad yazdırmağa, ona görə burada yoxdur. Amma yeməyimiz gəlib. Belə bir fərqli, maraqlı yerdir. Biraz mənə Avropa sayağı restoranları xatırlatdı. Bugün Argentina'da, Buenos Aires'te ikinci günümüz ve gelmişik La Boca'ya. Onu görürsünüz. Orada Messi'nin heykeli de var. Onu da görürsünüz. Görmürsünüzse birazdan yakına gideceğiz. Bugün La Boca'yı gezdik. Bu da məşhur La Boca küçələri. Bu da Caminito. Bu da Messi. Ve artık buradayım. Birazdan formamı giyinip
ora qalxacam. Bu küçələr məni məndən alır. Gəlin biraz da gedək belə gəzək. Hara baxırlar bu? Hər yerdən Messi'nin, Maradona'nın heykəli var. Bu qədər rəngli bir ölkə görməmişdim. Burada da Maradona. Yəni hər küçə rənglidir. Mən sizi çox binalarla bezdirmək istəmirəm. Məncə gördünüz, bu qədəri bəsdir. İndi də yavaş-yavaş gedək. Başqa bir dənə maraqlı bir yer var. Onu sizə göstərmək istəyirəm. Bu da mən. Baxın, burada da belə əl işləri var. Satışda. Burada nə qədər çakma Messi var. İndi taksidəyə gedirik. Buna baxın. Körpünün altını belə rəngləyiblər. Buenos Airesin mərkəzi. Obelisko. İlk dəfədir ki, aeroporta belə soxa-soxla çatdıq. Təsəvvür edin, 40 dəqiqə qalıb. Qapılar açılıb, amma çekin eləməyə icazə verdilər bizə. İcazə verdilər çekin eləməyə. Mən artıq hər şeyi hazırlamışdım. Təzə bilet baxırdım ki, yəqin ki, bizi buraxmayacaqlar. Çünki 40 dəqiqə qalıb və qapılar açılıb. Biz də indi qaça-qaça gedirik. Səbəb bilirsiniz nədir? Tıxac. O qədər tıxac var idi ki, getdiyimiz yerdən otelə qayıtmalıydıq. Çamadanımızı hazırlayıb təzədən aeroporta getməliydik. Yəni 20 dəqiqəlik yolu 1 saata getdik. Otelə 40 dəqiqəyə otelə çatdıq. Tez bazar sumkamızı yığdıq və gəldik, bura çatdıq. Sağ olsunlar, bizə kömək elədilər. Amma həqiqətən də insanları çox yaxşıdır. Hər şeydə kömək eləməyə çalışırlar. Neysə, gedirik həmin o yerə. Sağ salamat gəldik, çatdıq İguazuya. Gəldik, çatdıq otelimizə. Ətrafın gözəlliyinə baxın bir dənə. Bu da otelin içi. Hər yer yamyaşıl. Good morning. Burada saat hələ 6-dır. Saat 5-dən durmuşuq, hazırlaşmışıq. Bir dənə qaldığımız yerə baxın. Bilirsiniz də, buralar hamısı selva meşələridir. Biz əslində oteli tutanda bilmirdik meşənin tam içində qalacağıq, amma gəldik, gördük ki, meşənin içindəyik. Balaca belə bir yer var. Burada çək zəhmət olmasa operator xanım. Burada qalırıq və indi gedirik İguazu şəlalələrinə. Məncə çox maraqlı olacaq. Gəlin. Və təsəvvür edin, səhərə qədər belə quş səsləri ilə yatmışıq. Düzdür, mən yatmışam, amma Aygün yata bilməyib. Deyir, çox heyvan səsi gəlirdi, tək quş səsi gəlmirdi. Amma olsun. Və bilirsiniz nə olub? Ayılandan sonra Aygün mənə göstərib ki, yer bütün böcək imiş. Yer dedim, yəni yataq. Və biz o böcəklərlə bir yerdə yatmışıq. Amma olsun, mən də dedim ki, yatıb durmuşuq zaten, heç nə olmuyor. Və məncə problem yoxdur. Yəni durandan sonra gördük ki, böcək var. Neysə, 2 saat gözləyəndən sonra tur avtobusumuz gəldi. Bizə gedirik meşələri gəzməyə. Qeyd elədiyim kimi, bu millət çox yavaşdır və dəqiq deyirlər. Misal üçün deyirlər ki, 7-də gələcəyik, 7:50-də gəlirlər. Yəni bugün elə olacaq. Yazmışdılar ki, 6:30 və 7 arası gələ bilərlər. Amma mesajda yazmışdılar ki, saat 7. Amma necəsə oldu, 7:50-də gəldilər. Bizə deyəsən çatdıq. Tur rəhbərimiz Claudia. O qədər yaxşı insandır, kömək eləyir bizə. Bu da bilet. 45 minə bilet aldıq. Bizim puldan hardasa 50 manat. Və bugün də selva meşələrini gəzəcəyimiz üçün yanımda of var. Yenə böcək dərmanı reklamı. Bunu da 5 manata aldıq oteldən. Deməli dostlar, hal-hazırda İguazu ətrafındakı meşələrdəyik. Bu meşələr bilirsiniz, selva adlanır. Selva sıx yağış meşələridir. Ümumiyyətlə Cənubi Amerikada Amazondan sonra ikinci böyük meşə ərazisidir. Bugün də oraları gəzəcəyik, həm də İguazu şəlaləsini görəcəyik. Of the Devil's Row is the place we take the picture. The price is 15,000 Argentinian pesos. Is the souvenir to the national park. Do you like or?
just take a picture. 50 with minə deyir yourself, şəkil okay? çəkə bilərlər, Okay. istəyirsinizsə. Bueno. Qatar dedilər, gedəcəyimiz qatar buymuş. O qatara bindim. Gedirik, indi 78 dəqiqəyə çatacağıq əsas yerə. Ondan sonra da qalxacağıq İquazunun ən yuxarısına və ən önəmli nöqtəni görəcəyik və eyni zamanda oradan baxanda Braziliyada görünür. Hamısını çəkəcəm, gözünüz videoda olsun. Şirlankada qatar çəkəndə qorxa-qorxa çəkirdim. İndi rahat çəkirəm. Bu da İguazu çayı. Bu da şəlaləyə gedən yol. Və hal-hazırda İguazu şəlaləsinə gedən yoldayam. Təxminən 1 kilometr yeriyəcəyik şəlaləyə. Ona görə bura gəlsəz mütləq krasovka geyinin, sport ayaqqabı geyinin. Və bizim indi gedəcəyimiz yer Şeytan Boğazı adlanır. Həmin ərazidə su daha güclü axır və həmin ərazidə Argentina tərəfinə düşür. Amma qarşı tərəfə baxanda Braziliyanı da görmək olur. Yəni Braziliya tərəfini də görmək olur. Onu da çəkib göstərəcəm sizə. Tatlı su balığı. Buynuzlarına bax, yalla. Quşlara baxın. Yalla. Yavaş-yavaş şəlalənin çiskinləri görünür. Burada da quşlar var. Gəldik, çatdıq dostlar. Bu da şəlalənin ən başlanğıcı, axan hissəsi. Orada da Argentina bayrağı var. Mən ömrümdə belə şəlalə görməmişəm. Wow! Görün nə qədər insan var. Wow. Bir dənə son halıma baxın. Görün necə islanmışam. Ama çok qəşəngdir. Su içindəyəm ama çok qəşəngdir. Çok əyləndirəm. Dostlar baxın, bu da şəlalənin ən gür axan hissəsi. Mənim son halım. İqvazu şəlalə turumuz bu qədər. Gedirik yavaş-yavaş. Yolu da çəkərəm. Amma İstanbul'u qurumaq istəyirəm. İstəyirəm biraz günəşin altında dayanıb quruyum. Deməli dostlar, sizə nə etiraf eləmək istəyirəm? Şahidim də yanımda. Deməli, normalda cəmaət səyahətə niyə gəlir? Dincəlməyə, istirahət eləməyə. Biz amma hər səyahət qabağımıza missiyalar qoyuruq ki, bunu eləməmiş qayıtmayacaq ölkəmizə və dediyimizi də eləyirik. Təsdiq edirsən? Peçatladım, möhürlədi. İndi gedək qurmağa çalışaq. Biz də gecə ilə saat 5-də durmuşuq. Gecə ilə saç, makyajlar yəni lazım deyilmiş. Gedək. Və bayaqdan şəlalənin başına dönürük. İndi də bu bir tərəfə gəldik ki, digər şəlalələri görək. Orada rafting eləyənləri görürsünüz. Amma şəlalə çox güclü axır və yəni mən qorxuram raftingdən. Suya düşərəm. Normal üzə də bilmirəm. Qalaram ortalıqda. Yəni də rafting üçün gərək yanında adam olsun. Mənim də yanında Aygün var. Aygün boğulsa öz hayında olacaq. Mən tuta bilməyəcək. Ona görə ən yaxşısı rafting eləməməkdir. Gedək şəlalənin digər tərəflərini gəzək. Baxın, belə yollarla gedirik. Bütün şəlalənin qıraq bucağını, kənarda qalan bütün şəlalələri görürük. Qəşəng də yol düzəldiblər. Baxın, hər yerdə də bir şəlalə axır. Gəldik, başqa bir tərəfinə çıxdıq. Ümumiyyətlə çay o qədər gözəldir ki, o qədər böyükdür ki, şəlaləni keçdim, çaydan danışaq biraz da. İqvazu çayının gözəlliyi. Əslində bunlar hamısı bir qoldur, amma dediyim kimi adları yazılır, amma adlarının heç biri yadımda qalmayıb. Çünki ən böyük çay sistemlərindən biridir. Adları da qəribədir. Hava getdi. Komodo əjderhası gördük. Üstümüzə niyə zoomsun? Neysə, biz bu meşədən artıq yavaş-yavaş çıxaq.
Vəhşi heyvan çoxdur, sizi dişləyə bilər. Orada şirinləri görürsünüz. Ay Allah. Ay Allah. Qorxuram amma mən. Ona görə çox yaxına getməyəcəm. Turumuz bitdi. Biz artıq yavaş-yavaş geri qayıdırıq. Deməli, gəldik otelimizə, veşvüşümüzü götürdük. Bu da veşvüşümüz. Axır ki, biz də bu çantalarla gəzən tiplərə döndük. İndi gedirik Iguazun şəhər mərkəzini gəzməyə. Gedək oraları gəzək. Elə gecə ilə də uçub dala qaydırıq Buenos Airesə. Və durduq gəldik şəhər mərkəzinə. Və ümumiyyətlə sizə bir şey deyim. Mənim konum bilgilərim maşallah yaxşıdır buradan sağa. Və hər getdiyimiz yerdə hesablamaları mən aparıram və çox vaxtda düz çıxır. Yəni getdiyimiz yerlərdə həmin axtardığımız şeyləri tapırıq. İndi də hesablamalarıma görə buradan düz gedəndə şəhər mərkəzində qəşəng suvenirlər falan olan yerə çıxmalıyıq. Gedək görək orada nələr var. Hə. Su tərəfə. Su olan yerdə həyat var. Məntiqlidir. Bütün elmi əsaslara dayanaraqdan düşünürəm ki, buradan sağa getsək, istədiyimiz yerə çatarıq. Amma çox qəşəng deyil ətraf. Baxın. Kənd. Argentina kəndi. Ha, burada gül var. Orada belə şəkil çəkirlər. Çəkək bizdə. Tapdıq. Gəldik, çatdıq həmin o küçəyə. Təsəvvür eləyin, bura kəndin mərkəzidir və kənddə belə yerlər var. Yəni, şokdayam. Bizdə kəndləri bu hala salmaq olar görəsən. Hətta zeytun, pendir satılan yerə gəlmişik. Burada bazar. Yemək yiyə-yiyə burada oynayanlara baxıram. Çox qəşəng oynayırlar amma. Çox gözəl oynayırlar. Bu arada onu demək yadımdan çıxıb, bu ilin 6-cı uçuşudur. 2026-nın 6-cı uçuşuna gedirik. Yeni stilimizlə. Çox yorğunuq. Gelirik kahvaltıya. San Tortoni deyə bir kafe var. Buranın ən məşhur kafesidir. Bura gəlmək üçün növbə belə gözlədik. Təsəvvür eləyin. Hələ çöldə növbə davam eləyir. Biraz mənə Budapeştdəki o məşhur New York kafesini xatırlatdı, amma daha belə sadə versiyası. Burada da belə içəridə bir otaq var. Səhnəyə oxşuyur. Yəqin ki, burada da tango göstəriləri olur. Tərəflər də belə bu şəkildədir. Düz çıxışda belə bir yer var. Hamı əl işlərini falan gətirir, qoyur bura. Bunlar hamısı əl işidir. Burada da var təbii daşlar. Qəşəng. Və gəldik, çıxdıq şəhərin mərkəzinə. Günəş yoxdur amma bugün. Biraz da yağış yağırdı. Deməli, bu sarayın adını da təzə öyrənmişəm. Casa Rosada. Yəni, pink ev. Gəlin sizə bir məlumat verim. Deməli, 70-ci illərdə Argentinada bir devrim olur. Həmin o devrim vaxtı solcular deyilən bir cəbhə var. Onlardan bəzi insanları tuturlar, bəzilərini işgəncə edirlər, bəzilərindən ümumiyyətlə xəbər alınmır. Və həmin o insanların da anaları hər cümə günü gəlir bu meydanda uşaqlarını yad eləyir.
Orada da xüsusi daşlar var, üzərində qeydlər var. Onu da çəkim sizə göstərəcəm. Bu daşlardan söhbət gedir. Ölən, itkin düşmüş insanların adlarını belə tarixlərlə bir yerdə yazırlar, qeyd edirlər və gəlirlər burada həmin insanları anırlar. Eyni zamanda cümə günü də bütün həmin o itkin düşmüş uşaqların anaları gəlir burada toplaşır. Bu da Manuel Belgrano heykəlidir. Argentina bayrağının yaradıcısı, eyni zamanda azadlığı elan edən, yəni azadlığı əldə edən adamdır. Burada heykəli qoyulub. Gəldim Recoleta məzarlığına. Buranın ən məşhur məzarlığıdır. Hətta giriş ödənişlidir. Girək içəriləri sizə göstərəcəm. Dünyanın ən gözəl məzarlığı hesab olunur. Bütün məşhur insanların məzarları burada yerləşir. Və bura girmədən qabaq bizə bir belə deyim xəritə verdilər. Oradan baxmaq olur ki, kimin məzarı hansı tərəfdədir. Əslində video falan çəkmək istəyirəm, amma bilmirəm məzarlıqda mən necə poza verim. İçəri girəndə də heç kim heç nə demədi. Amma şortikdə, maykada gəlir. Mən üstümə bunu götürdüm ki, yəni ayıb olmasın, heç olmasa. Çünki uzun bir şey gətirməmişdim, ancaq bir dənə bu var idi. Amma burada heç ona fikir vermədilər açığı. Yəni biraz da muzey tərzi bir yerdir. Yəni tam qəbirstanlıq sayılmır. Hamı gəlir gəzməyə və ödənişləndir. Yəni bilet alırsınız, girirsiniz içəri, muzey gəzər kimi gəzirsiniz. Bugünlük qəbirstanlıq gəzintimiz bu qədər idi. Geri qaydırıq. Dostlar, yol üstü də belə bir yerə gəldim. Bura əvvəl teatr olub. İndi kitabxana kimi kitab satan yerə çeviriblər. İçərisi. Çox qəşəngdir. Qədimi teatrı eləyiblər kitabxana. İndi buranın məşhur şirniyyatının Alfajores'in dadına baxacağım. Çox şokoladlıdır. Çox şokoladlıdır. Biraz halleyin dadını verir, amma dadlıdır. Qəşəng. Yemək olar. Və bugün gedirik tangoya. Və dostlar, biz gəlmişik tangoya. Həm tangoya baxacağıq, həm də yemək yiyəcəyik. Bu da tango kombini. Ayaqqabılarını çək, ayaqqabılarını. Deməli dostlar, gəldiyimiz bu tango yerinin adı Piazzoladır. Buranın 100 neçə il tango təcrübəsi var. Deyirlər ki, ən yaxşı, ən tarixi yerlərdən biri buradır. İndi də giririk içəri. Həm yeməkli, içməkli, şou proqramlı bir maraqlı gecə olacaq. Görüntü baxın, bu formadadır. Orada tango şou olacaq. Gedək. Mən də keçim yerimə oturum. Pero solo vos me ves, porque los maniquíes me guiñan, los semáforos me dan 3 luces celestes y las naranjas del frutero de la esquina me tiran.
Venite así medio bailando y medio volando. İnanılmaz əylənirəm. Bu dəqiqə çox əylənirəm. Qızın başını oyun açdı da yəni. Ya bundan sonrakılara baxmayın. Çevirin. Hə dostlar, bilmədik tango şovu idi, nə şovu idi, amma çox qəşəng, çox mükəmməl. Saat 8-də başladı. Yemək falan yedik. Saat 10-da da şov başladı. 1 saat təxminən şov izlədik. Çox qəşəng, çox möhtəşəm bir təcrübə idi deyim. Mütləq Argentinaya gəlsəz tango şovlarını izləməyi unutmayın. Bu günümüz də belə bitdi. Sabah görüşərik. Gecə heç nə eləməyin dedikləri hər şeyi elədik. Gecə küçədə tək gəzməyin dedilər. Gəzirik çünki taksi tapa bilməmişik. Soyuqdan donuruq və otelə qaçmağa çalışırıq. Qəşəng geyindim, düzəndim, bəzəndim. Yoldan da corablar aldım. Gəldik Boca stadionunu gəzməyə. Bugün çox maraqlı olacaq. Bu da stadionun girişi. Gedirik içəri. Muzeyin girişi də bu şəkildədir. Orijinal forması, ayaqqabısı. Sizin üçün onlayn Boca turu hazırlayıram. Gələ bilməyənlər baxa bilər. Bu da stadionun girişidir. Burada da oyuncu adları yazılır. Gəlin yaxından baxaq. Kimləri tanıyırsınız? Məncə bu sizə maraqlı olacaq. Hal-hazırda Boca Juniors'un stadyumundayız. La Bombonera-dayız və oyun yoxdur. Əslində istəyirdik gələk, qəşəng futbola baxaq, oturaq, qışqıraq, alqışlayaq formasını geyinmişəm, hətta corabını almışam, amma təəssüf ki, futbol yoxdur dedilər, ancaq girib stadionda şəkil çəkə bilərsiniz, video çəkə bilərsiniz dedilər və biz də video çəkdik, Instagrama keçid edib baxa bilərsiniz. Bu arada mənim uğurlu rəqəmim 12. Bu da Boca Juniors'un stadyonu. Bir də stadionun bu biri tərəfini də göstərim sizə. Burada otları sulayırlar. Bu da Caminito'nun mini modeli deyək. Bu da küçə
heykəllərindən. Son alış-verişi də tamamladıq. Yavaş-yavaş gedirik. Bu da bizim Argentinadakı son yeməyimiz. Belə bir yerə gəlmişik. Bir vlogun daha sonuna gəldik. Hal-hazırda Buenos Aires aeroportunda sizlərlə sağollaşıram. Bunu soruşmayın. Buranın suyu üzümə heç düşmədi. Ona görə üzüm səfir. Amma ümumi olaraq buranı çox bəyəndim. Zaten vlogda da gördünüz. Hələlik. Bye bye.